bugün İsmail Şıxlının Dəli Kür romanını keçirək. Əvvəlcə əsər haqqında bir neçə cümlə deyim inşallah, təhlil haqqında deyirəm ki, çünki onu ya yazdırmaq lazımdır, vaxtı ilə yazdırmışam, amma indi də biraz bəzi məsələləri təhlildən deyim. Əsər təxminən 10 il müddətə qədər yazılıb. 1957-dən 1966-cı illərdə yazılıb. Yəni qısa bir müddətdə yazılmır. Bu birinci məsələ. İkinci məsələ yadda saxlayaq. Hadisələr 19-cu əsrin ikinci yarısına aiddir. Azərbaycan kəndində baş verən hadisəni əhatə edir. Onu yadda saxlayaq. Təhlillərdə bu da düşür. Üçüncü, əsərdə ictimai, siyasi və mənəvi problemlər var. Ailə məişət problemlərinə geniş yer ayrılmayıb. Bəzən yazırlar ki, əsərdə ailə məişət problemindən daha çox bəhs olunur. Demək olar ki, yox. Düzdür, əsərin başlanğıcı, yəni giriş hissəsindən görərsiniz ki, Cahandar ağanın bir nəfəri qaçırmasından söhbət gedir. Düzdür, burada ailə məişət problemləri görünə bilər. Amma əsərin təhlilində ailə məişət problemləri deyil, ictimai, siyasi problemlərdən bəhs olunur. Bax, onu xüsusi yadda saxlayın. Sonra gəldi əsərin adına. Əsərin adı ədəbiyyatımızda simvolik məna bildirir. Rəmzi mənası var əsərin adına. Dəli Kür əslində Azərbaycan ruhunun ifadəsidir. Əslində Dəli Kür Azərbaycanı göstərir. Həmin dövrdə Azərbaycanda yaşanan ictimai, siyasi hadisələri göstərir. Adı Dəli Kürdür. Biz bilirik ki, əsərin adı simvolik mənası da var. Amma Dəli Kür əsər adı kimi yox. Kənarda desək, Dəli Kür bədii vasitə kimi, bədii təsvir vasitəsi kimi epitet sayılır. Bax, onu yadda saxlayın. Deməli, Dəli Kür əsər adı kimi deyil, kənarda olsa epitet sayılır, amma əsər adı kimi simvol sayılır. Bax, bunu yadda saxlayaq. Sonra əsərimizdə bəzi məsələlər var ki, müəllif tərəfindən o bizə bir tövsiyə olaraq verilib ki, qorunmağı yaxşıdır. Mərdlik, mübarizlik, igidlik və əyilməzlik. Kiminsə qarşısında əyilməzlik. Bax, bunları müəllifət qonaqpərvərlik. Müəllif bunları verib ki, biz bunları öyrənək, bunların qorunub saxlanmasını ayrıca verib. Əsərimizin baş qəhrəmanı Cahandar ağadır. Amma ziddiyyətli obrazdır. Biz artıq ziddiyyətli obrazları keçmişik. Nəcəf bəy Vəzirov, Müsibət Fəxrəddində Rüstəm obrazı ziddiyyətlidir. Sonra Həmzənin qırat qaçırmasında düzdür, Həmzə obrazı ziddiyyətlidir. Cahandar ağada ziddiyyətli obrazdır. Baxın, bir-iki xüsusiyyətini deyim, əsərdə olar deyəcəm. Birincisi, bu ziddiyyətli xüsusiyyət olmağını hardan bilirik? Yəni, müsbət tərəfləri də var, mənfisi də var. Məsələn, mənfi tərəfləri nə idi? Birincisi, başqasının yoldaşını qaçırtmışdı. Bu, bunun mənfi tərəfi idi. Sonra öz bacısını, bu bizə lazımdır, öz bacısını uşaqlar ölümə təhrik edir. Yəni, belə deyək də, öldürmür, amma ölmə məcbur edir ki, yəni sən özünü kül çayına at. Bu ikinci xüsusiyyət. Üçüncü xüsusiyyəti Cahandar ağa bir mülkədar idi. Mülkədar sinfi baxımından, yəni belə deyək də, sosial təbəqəsi bunun yüksək idi, mülkədar idi, ağa idi. Özünün, belə deyək, qulluğunda olan kəndlilərlə, xüsusilə gəmçi ailəsinə qarşı münasibəti mənfi idi. Bu saydıqlarım mənfidir. Amma əsərdə müsbət tərəflər də var. Gəlin, əsəri mən keçim. Əsəri mən çalışacağım ki, tam əhatəli danışım ki, bilin ki, Azərbaycan ədəbiyyatında niyə bu şah romanlardan biri sayılır ədəbiyyatımıza? Keçdik əsərə. Əsər iki hissəlidir. Birinci hissədə verilib ki, birinci hissədən başlayırıq. Göytəpə kəndinin yastı qazma daxmaları Kürün sahilinə qədər səpələnmişdir. Belə başlayır cümləmiz. Burada biraz haşiyə çıxın, bir-iki məsələni sizə deyim. Birincisi, Rüfət, qazma nə deməkdir? Qazma daxma. Daxma bildikdə ev. Balaca bir ev, kiçik ev, sadə ev. Qazma nə deməkdir? Burada qazma, yəni torpağın için qazıb, torpaqda evi tikiblər. Yəni, ya arxa hissəsi, ya üç tərəf hissəsi torpaqda olur evin. Ona deyirlər qazma daxmalar. Daxma da yəni sadə bir ev. Və Göytəpə kəndi haqqında deyim ki, Göytəpə kəndi indi bu dəqiqə axtarışa versək, Göytəpə kəndi Cəllabadda, yəni bir inzibati ərazi vahidi kimi gedir. Amma həmin o Göytəpədən söhbət getmir. Çünki həmin o Göytəpənin, yəni Cəllabadda yerləşən Göytəpə adlı inzibati dairənin Kür çayına heç bir çıxışı yoxdur.
ola bilər ki, bu Göytəpə kəndi, bizim əsərimizdə danışılan Göytəpə kəndi, ola bilər ki, ya Sovet dövründə, 50-60-cı illərdə Qazaxda ya Ağstafada olan bir inzibati ərazi bölgüsü olur, ya da ki, müəllifin uydurmasıdır. Hal-hazırdakı Göytəpə adlanan, Cəllabadda yerləşən Göytəpə ilə heç bir əlaqəsi yoxdur. Çünki Cəllabadın Kür çayına çıxışı yoxdur. Danışdığımız əsərdə Göytəpə Kür çayının sahilində yerləşir. Göytəpə kəndinin yastı qazma daxmaları Kür çayının sahilinə səpələnmişdir. Bu il yağınlıq olduğundan, kitabımızda yağınlıq yazıb. Yağınlıq, yəni yağıntı olduğundan. Bu il yağıntı olduğundan otlar tez göyərmişdi. Yəni yerdəki otlar tez göyərmişdi. Və yazın ilıq nəfəsi onlara təsir eləyib, onlar deməli püskürüb qalxmışdı. Yəni yazın ilıq nəfəsini duyan otlar, belə deyək məcazi mənada, püskürüb qalxmışdı, boyatmışdı. Və külə inən cığırlarda ot basmışdı. Bu təbiət hadisəsi verilir. Ümumiyyətlə Dəli Kür əsərində yadda saxlayın, peyzaj nümunələri çoxdur, gen boldur. Əsərin orijinalını oxusunuz, görərsiniz ki, təbiət nümunələri çoxdur, gen boldur. Və burada göstərilir ki, nədənsə Zərnicar xanım bu təbiət gözəlliyini görmür. Zərnicar kimdir? Zərnicar yadda saxlayaq, Cahandar ağanın həyat yoldaşıdır. Zərnicar xanım bu təbiət hadisələrinin heç birini görmürdü, yəni bunlara fikir vermirdi. Özü oturmuşdu göy eyvanda, göy eyvan tərəfdə. Göy rəngli, göy məhəccərli kitab cümləsindən. Göy məhəccərli eyvanın dirəyinə başını söykəmişdi və için ağlayırdı. Məhəccər bilirsiniz uşaqlar, biz daha çox danışıqda rus dilində reşotka deyirik. Yəni məhəccər o belə deyək, pilləkanların, sonra eyvanın, balkon deyirik də, eyvanın qarşısında barmaqlıqlar ki, orada adam yıxılmasın ya tutmaq üçün. Məhəccər oldu uşaqlar. Biz adətən reşotka deyirik rus dilində, amma məhəccərdir. Yəni dilimizdə işlənən variantı məhəccərdir. Və deyir ki, göy məhəccərli eyvanın dirəyinə başını diriyib, yəni belə söykəyib, arvad ağlayırdı. Həmin bu arvad ağlayırdı. Görün, bu ağlamağın səbəbi nə idi? Niyə ağlasın bu arvad? Deməli, bu arvad ağlayırdı və arvadın da ağladığı müddətdə tez-tez özünün kəlağaysını çıxardığı, yəni örtüyün, baş örtüsünü çıxardıb, gözün yaşını silirdi və belə deyirdi. Mən bu dərdə necə dözüm? Kimdən imdad istəyim? Yəni kimdən kömək istəyim? Arvad deyir buna. Və arvad özü evləri Kür çayına yaxın idi. Həmin bu Zərnicar arvadı. Və Zərnicar xanım özü oğlun gözləyirdi. Şamxal adlı oğlun gözləyirdi. Artıq səhərüzü idi. Yəni səhər tam açılmamışdı, səhərüzü idi. Təxminən aprel ayının sonları idi. Hadisələr aprelin sonlarından gedir. Və Kür çayına tərəf baxdı. Gördü ki, 5-6 dənə qaraltı gəlir. Yəni Kür çayından 5-6 dənə qaraltı gəlir. Və oğlu Şamxalın gəldiyini zənn elədi. Zənn elədi ki, gələn o 5-6 nəfər adamın bir qayığın içində, 5-6 nəfərin içində oğlu da var. Gələn onu zənn elədi. Və doğrudan da gələn Şamxal idi. Şamxal gəlmişdi və deyəcəm sizə hardan gəlmişdi, vəziyyətini görərsiniz. Deməli, Şamxal gəldi və başladı üst başını təmizləməyə, çırpmağa. Və belindəki kəməri daraltdı. Belində də gümüş dəstəkli bir dənə xəncər var idi. Onu da bir dənə yan tərəfə çəkdi. Gördü ki, anası ağlayır. Anasının ağlamağına görə bildi ki, evdə nəsə bir bədbəxt hadisə baş verib. Zənn elə ki, nəsə bir bədbəxt hadisə baş verib. Və anasına gəldi, anasının qolundan yapışdı və üzünə baxıb dedi ki, yenə nə olub, anasına deyil. Yenə nə olub, gözüyün, kitab cümləsi də belədir, yəni burada dialektdə verilib, gözüyün yaşını 10 yerindən deməli axıdırsan. Nə olub deyil. Yəni göz yaşı deyir 10 yerindən axıdırsan. Nə olub, anasına deyil. Anası görər buna maraqlı cümlələrə baxın. Anası buna nə deyir? Anası buna deyir ki, belə deyir, atan ölmüş deyir, təzə eşqə düşüb. Anası deyir buna. Deyir, atan ölmüş deyir, təzə eşqə düşüb deyir. Bizi el içində biabır elədi deyir, atan ölmüş. Arvad, yəni ana oğluna deyir ha.
Deyir, atan deyir, bizi elçində biabır elədi. Heç səni kimi oğlu olan deyir. 50 boylu qızı olan deyir, adam belə bir iş tutarmı? Orada 50 boyluq nə deməkdir? Yəni, ərə gedən, yaşda olan bir qızım var, onu demək istəyir. Deyir, heç deyir, ərə gedəsi yaşda olan, bir qızı olan adam belə bir iş tutarmı? 50 boyluq o deməkdir. Buna deyir, həmin vaxt uşaqlar Şamxal çox yorğun idi. Bizdə kitabda vermir, mən sizə əlavə kimi deyirəm ki, Şamxalın vəziyyətini təsəvvür edəsiniz. Şamxal çox yorğun idi, özü də ot çalmaqdan, yəni ot biçimindən gəlmişdi. Dəhşətli dərəcədə yorğun idi. Və bircə istəyirdi ki, evə çatıydı, yeyib çörəyi yerdi, ayaqların, belə deyək, çəkmələrini çıxardardı, rahatlaşardı, ayaqları da rahatlaşardı. Çox dəhşət yorulmuşdu Şamxal. Ona görə anasının sözlərini, belə deyək də, bir o qədər çox qulaq ardına vardı, belə deyək. Heç nə demədi. Nə desin? Bu, çünki belə söhbətlər evlərində çox olmuşdu. Ona görə heç nə demədi. İndi görə arvad nə deyir burada? Yəni, zərnicar arvad nə deyir? Zərnicar buna deyir ki, deyir, deyəsən mən dediklərimi qulaq ardına vurursan, deyir. Oğluna deyir, deyəsən mən deyənləri qulaq ardına vurursan, deyəsən məni deyir, eşitmirsən, deyir. Deyəsən atan ölmüşün, deyir, tərəfini tutursan, deyəsən. Gəl, bura gəl, deyir, bura gəl. Bunu yapışır, deyir, gəl, deyir, gəl göstərəm, deyir. Sənə atan, deyir, sənə yaxşı bir ana gətirib, deyir buna. Gəl bax, yəni bunu bir növlisi belə bunu qaza gətirir. Qaza gətirir, gəl. Nəysə, bunlar uşaqlar evləri olsa Kür çayından, yəni bunların evləri yaxın olur, bunu götürür, gəlir həmin o məkana, yəni evə gəlir. Təsəvvür edin ki, Şamxal evə çatana qədər anası yol boyu buna danışır. Yol boyu buna danışır və bu gəlir, çatır evə, gəlib çatan kimi bunların əsərdə bir bacısı da olur bunların. Yeniyetmə yaşda olan, mənə görə əsərin ən məsum obrazı, ən çox sevdiyim obraz Salatın obrazıdır, bacısı, Şamxalın bacısı, Salatın obrazıdır. İki qəşəng bunun hörükləri var idi. Yəni, arxa hissədən qəşəng yığılmışdı, hörükləri var idi. Uzun hörükləri var idi bunun, Salatının. Salatın tez qaçır qardaşının yanına, ayaqlarını bıçaqlayır qardaşı. Deyir ki, qurban olmaya qağa deyir, qağa. Yəni, böyüyə elə deyirlər, Qazaq dialektində, Ağstafa dialektində elə deyirlər. Deyir ki, ay qağa, qurban olum deyir, evimizə qan salma, evimizə qan salma. Yəni, eləmə bunu deyir. Amma görə arvad nə deyir? Arvad yaman arvad olur, amma nətər? Bunu da deyəcək. Bu Zərnicar xanım tez görür ki, qız buna mani olmaq istəyir, ayağından yapışıb mani olmaq istəyir. Qızın hörüklərindən tutur, başlayır dartışdırmağa. Anası deyir, qızın hörüklərindən tutur, başlayır dartışdırmağa. Deyir ki, bu izə dur görüm, gədən ayağından çəkil, ayağından çəkil. Gədən, yəni Şamxalın ayağından çəkil, kes bu izə. Şamxal gəldi, gəlir, görür ki, evdə bir qadın var. Yəni, atası, belə deyək, siz içində aydın olsun deyənə, yəni, bunların ataları Cahandar ağa evə bir başqa qadını gətirmişdi, belə deyək. Bir başqa qadın gətirmişdi. Evdə öz həyat yoldaşı olsa da, o vaxtı, yəni belə 19-cu əsrdə, yəni belə deyək də, qız qaçırtma bir növ insanlar arasında adət olunmuş. Yəni belə deyək. Yəni qızı qaçırtmışdı, bir qızı qaçırtmışdı. Mələk adlı, qızın da adı Mələkdir. Şamxal deməli gəldi, gördü ki, evdə bir dənə qadın var və yaxınlaşdı həmin o qadına. Və gördü ki, bu qadın öz tərəflərindən deyil. Yəni bu yerlərdən deyil, yəni bu kəndlərdən, bu ərazidən deyil. Və anladı ki, atası bunu, Cahandar ağa, yəni atası bu qadını, Mələk adlı qadını Kürün aşağı sahilindən, uzaq kəndlərdən, bunu yadda saxlayın, uzaq kəndlərin birindən gətirib bura, bu evə. Amma gələn gəlin, yəni qadın, Mələk, üz baxımından zahiri görsəm də gözəl idi. Ona görə bayaqdan belə deyək də, Şamxal bizim dildə desək, belə lore desək, kişi gəlmişdi ki, nəsə eləyə, biraz burada yumşaldı. Gəlinin gözəlliyi, gələn gəlinin gözəlliyi Şamxalı yumşaltdı. Yəni bayaqdan dedi, belə eləyərəm, indi biraz yumşalmışdı burada Şamxal. Şamxal yumşaldı və görək nə dedi. Bu deməmiş, Zərnicar bunu, anası, Zərnicar bunu hiss elədi. Zərnicar hiss elədi ki, bu nəsə yumşalıb. Bu yumşalıb, buna dedi ki, onun saçlarını, yəni gələn gəlinin saçlarını
biləyinə doğrayıb, sarıyıb, onu sürməsən deyir, sürməsən, yerdə sürməsən, kişi döysən, buna dedi. Bir tez ol. Bunu belə bir qaz verdi buna. Bir tez ol, kişi döysən dedi. İndi təsəvvür ki, gənc yeni yetimə oğlandır, gənc oğlandır. Buna belə desən, kişi döysən, bunu belə desən. Şamxal qadına ilk sözü bu olur, yəni gələn qadına. Deyir ki, yığışdır şələküləni, rədd ol ged buradan, bu evdən. Yerin, gəldiyin yolun altı ilə gəlmirsən, üstü ilə qayıt xarabana. Bunu deyir. Gələn gəlin, yəni mələk də elə-belə qadın deyildi. Yəni, belə deyək də, sözün deyən qadın. Yəni, ötkəm qadın idi də, biz belə deyirik, ötkəm qadın. Sözün deyən qadın idi. Yəni, ay nə bilim, qorxsun, eləsin, düzdür, qadın olaraq qorxurdu. Amma bu nə deyir? Baxın, həmin qadın sap-sarı saralmışdı. Amma özünü sındırmadı, yəni ötkəm qadın idi. Deyir ki, Şamxala deyir, məni deyir, sən gətirməmsən ki, yəni buradan qovasan, evdən qovasan. Məni sən gətirməmsən ki, evdən qovasan. Bax, ağa qadına, ötkəm qadın da, qorxsa belə sözün deyəndir. Elə ki, Şamxalın qulağında ildırım çaxdı. Ki, yəni buna cavab qaytardı. Şamxal gözləyir ki, deyəcək, yaxşı, baş üstə götürüb gedəcək, amma bunu eləmədi. İndi bunu ikinci dəfə Şamxal buna deyir ki, deyir, tez ol, rədd ol, deyir. Yoxsa deyir, sənin bağırsaqlarını ayaqlarına dolayaram. Rədd ol buradan. Şamxal mələyə cavab deyir. Və qışqırır bunun üstünə. Mələk də buna cavab olaraq deyir ki, baxın, buna fikir verin. Burada da Şamxal ağappaq ağarmışdı ki, yəni həm əsəbləşmişdi, həm də ağappaq ağarmışdı. Bir tərəfdən yorğunçılıq, bir tərəfdən anasının dediyi sözlər, bir tərəfdən də gəlinin cavabları. Bu ağappaq ağarmışdı. Və gəlin buna cavab olaraq, mələk cavab olaraq deyir ki, bax, qeyrətli kişi qadına əl qaldırmaz. Qadın mələk deyir buna. Qeyrətli kişi deyir, qadına əl qaldırmaz deyir. Sənin deyir, hünərin varsa, yəni cəsarətin hünərin varsa, haqqı hesabını atanla çək, yəni Candar ağa ilə çək. Da artıq burada Şamxal özünü saxlaya bilmədi. Yapışdı orada gəlinin saçını biləyinə doradı, yıxdı yerə başladı döyəcləməyə. Yəni təpiləməyə də, döyəcləməyə, təpiləməyə başladı. Qadına Və burada qadınların qışqırığından, Cahandar ağanın ovdan sözünü yadda saxlayın, yəni ovdan gəlməyi. Ovdan gəlib həyətə girməyini heç kəs görmədi burada. Çünki qadınlar qışqırırdı, bir tərəfdə Salatın, bir tərəfdə Zərdigar, bir tərəfdə gələn mələk, hamı qışqırırdı qadınlar və Cahandar ağanın ovdan qayıtmağını görmədilər. Cahandar ağa ovdan qayıtdı və qayıdıb gələndə elə bu vaxtı mələk yıxılmışdı axı yerə, döyəcləyirdi bunu. Mələk özündə bir cəsarət tapdı, qalxdı, silahı qabağa verdi, deyir ki, vur. O bizlərdə də olur da, sən əsəbləşəndə özünü saxlaya bilmirsən, idarə edə bilmirsən. Deyir, vur, Şamxala deyir ha. Deyir, vur deyir məni, vur. Arvadı öldürməyin nə var ki? Vur, deyir, tez ol, vur. Öldür məni. Bu da əsəbləşib da, elə ki, burada hamı özünü buraxmış da, yəni belə deyək, əsəbdən, belə deyək. Və bu vaxtı, belə deyək, Şamxal da özünü itirdi. Yəni, gənc idi deyənə bu sözlərdən daha da əsəbləşdi və bayaqlar demişdi, gümüş dəstəkli xəncəri çıxartdı ki, mələyin başına vursun. Baxın, mələyin başına vurmaq istəyirdi. Və Cahandar ağa bu vaxtı atın üzəngisindən, yəni ayağını qoyub üzəngidən düşürdü. Və gözləri pəncəriyə sataşdı ki, oğlu Şamxal gələn gəlini mələyi başına xəncərlə vurmaq istəyir. Və Cahandar ağanın tüfəngi həlləməyi ilə həmin o Şamxalın əlindəki, belə deyək, əlindəki xəncər tiyəsi, tiyə ağız demək uşağa. Kitabda tiyə yazıb, tiyə xəncərin ağız hissəsi, kəsən hissəsi. O parçalanıb, iki yerə parçalandı, düşdü evin ortasına. Və bu vaxtı Salatın ürəyi getdi, ürəyi keçdi. Ürəyi keçdi, yəni bayıldı. Salatın da qız özünü itirdi, bacısı, Şamxalın bacısı özünü itirdi. Və Cahandar ağa tez içəri gəldi, bunlar hamısı donub qalmışdı yerindən. Cahandar ağa içəri gəldi, bunun da bir ağır çəkisi var, ağır çəkisi ilə nisbətdən bir girdi içəri, qaçaraq girdi içəri, qolun fırladı, yəni hərlədi qolun, oğluna bir dənə şillə vurdu. Oğluna Şamxala bir şillə vurdu. Şamxal bu şillədən geri çəkildi, bir pişik kimi, kitab cümləsində. Pişik kimi geri çəkildi, sıçradı geri və indi təsəvvür edin ki, atı ilə oğul
üz-üzədir, qarşı-qarşıyadır, iki buğa kimi. Döyüşə hazır, iki buğa kimi bir-birini vurmağa hazırdılar. Bax, burada bir məsələni deyim ki, ilk baxışda deyə bilər ki, bu ailə məişətdir də, yəni bir ailədə olan problem düzdür. Bunlar bir ailədə olan problemdir, amma bu artıq problem biraz da uzanacaq, genişlənəcək burada. Və indi oğluna baxın. Oğlu da əsəbləşib və həm də qadınların yanında buna bir şillə vurub. Ona görə oğlu da istədi ki, atasının qarşısına hücumaya çəksin. Və atası Cahandar ağa tüfəngin qundağı ilə oğlunun sinəsinə vurdu, oğlu yıxıldı yerə. Və başladı Cahandar ağa oğlunun üstünə düşüb döyəcləməyə oğlunu. İndi burada artıq vəziyyət biraz da gərginləşir. İndi artıq ata oğludur, qalan o qadınlar da bir tərəfdə. Bu zaman, belə deyək, Cahandar ağanın həyat yoldaşı, Zərdigar, tez ayağa qalxır və gəlir əlinə deyir ki, bax ona, deyir, deyir, uşaqdan əl çək. Orada vergül görərsiniz. Yəni, nidadan sonra vergül. Deyir, uşaqdan əl çək, deyir. Onun, deyir, heç bir taksiri yoxdur. Mənim taksirim var, məni öldür. Bunu deyir, bizə Zərdigar deyir, arvad. Amma yenə də buna əsəbləşmişdir deyənə Cahandar ağa bunu da bir tərəfə itələyir, yenə oğlunu döyəcləməyə başlayır. Bu zaman Salatın özünə gəlir. Baxın, necə məsum qızdır. Salatın. Salatın özünə gəlir, tez yapışır atasının ayaqlarından ki, ata, qurban olum, yəni öldürmə. Dədə, qurban olum, eləmə. Yenə qızının da sözündən qulaq asmır. Bu zaman gəlin, mələk, gəlin, təzə gəlin mələk. Mələk deməli, tez ayağa qalxır, yapışır kişinin, diz çökür yerə, kişinin dizlərindən yapışır ki, bax ona, deyir ki, ay insafsız deyir, məni öldür deyir, gəlin deyir mələk, məni öldür deyir, bir yolluq mənim canım tutarsın. Çünki bu təzə gəlində istəməzdi ki, atı ilə oğul arasında problem yaransın, bunu istəməzdi. Və bundan sonra elə bunlar ara daha da qızışanda nökərlər gəlir, bunu yadda saxlayın. Nökərlərin içərisində tapdı qaldığı nökər olur. Nökər girir araya, oğulla atanın arasına. Və digər nökərlər də şamxalı tutub, çəkə-çəkə çıxardılar çardağa, yəni bayraq. Çıxartdılar bunu çardağa və artıq şamxal anladı ki, evdə qala bilməz. Çünki atasına cavab qaytarmışdı. Və oradan evdən çıxır gəlir, kürə enir, kürün sahilinə enir. Və bir qədər oturur orada fikirləşir ki, indi mən nə etməliyəm, yəni mən nə etməliyəm indi? Çünki atasına cavab qaytarmışdı, atasını vurmaq istəyirdi də. Mən indi nə etməliyəm, nə etməliyəm mən? Və ağlına gəldi ki, indi kişinin məndən zəhləsi gedir, kişinin yəni atasının deyil. İndi onun məndən zəhləsi gedir, çünki atasına cavab qaytarmışdı, həm də evə gələn gəlini öldürmək istəyirdi. Deyir, məndən zəhləsi gedər, deyir. Ona görə artıq qərara gəldi ki, evə gəlməsin. Və bu an gördü ki, həmin vaxtı bir dəstə qız suya enir. Yəni o kür tərəfə enir. Ona görə oradan uzaqlaşdı. Bu uzaqlaşmaqda olsun sizə kimdən deyək, belə deyək, Cahandar ağadan. Cahandar ağada artıq həyətdə hərlənirdi. Evə girə bilmirdi, artıq cürət eləyə bilmirdi evə girsin. Və pəncərəsindən zəif işıq gələn otağa da keçə bilmirdi. Çünki Cahandar ağa anlayırdı ki, bundan sonra artıq evində söz-söhbət əskik olmayacaq. Çünki iki dənə, yəni belə deyək də, qadın var evdə, bir-birlərinin də zəhləsi gedən qadınlardır. Yəni, bunlar arasında bundan sonra intriqa olacaq. Və bunu anlayırdı və yadda saxlayın, bayaqlar sizə dedim, Cahandar ağanın mənfi tərəflərini sayılır. Cahandar ağanın müsbət tərəfdə oldu ki, bunu həmişə deyirəm uşaqlara, öz səhvini anlasın. Müsibət Fəxrəddində də Rüstəm bəy oğlu öləndən sonra öz səhvini anladı. Dedi ki, mən beimanı öldürün, mən imansızı öldürün. Burada da yadda saxlayaq. Cahandar ağa da öz səhvin, qəlbinin dərinliyində öz haqsızlığını duydu. Başa düşdü ki, səhv eləyib. Yəni, gələn gəlini, mələyi gətirməkdə səhv eləyib. Çünki bundan sonra evdə sakitçilik olmayacaqdı və Pilusdakı, belə deyək, bizim dilləndisək, və oğlu da artıq Şamxal'la münasibəti qaranlıqdır. Bundan sonra nə olacaq bilmir. Və bir anlıq ağlına keçirdi ki, elə bil ki, bunun ağlına gəldi ki, Cahandar ağanın bir dənə də oğlu var idi, balaca oğlu, adı Əşrəf. Elə bildi ki, Əşrəf bu dəqiqə Qoru müəllimlər seminariyasında oxuyur Əşrəf.
o Qori müəllimlər seminariyasından bu dəqiqə çıxıb gələcək və atasına deyəcək ki, ata, sən eyib iş görmüsən, bu nə işdir görmüsən, eyib olsun sənə, yəni ayıb olsun sənə, bu nə işdir görmüsən deyəcək və Əşrəf də evi bir dəfəlik tərk edəcək. Bundan qorxdu Cahandar ağa. Və bunlar burada qalsın, sizə kimdən deyək və Şamxaldan. Şamxal neynədir? Gecə artıq keçmişdi, gecəni xeyli keçmişdi. Şamxal qəti qərara gəldi ki, evə gedməsin. Və hara gedəcəkdi? Şamxal dedi ki, mən dostum Çərkəzgilə gedirəm. Elə ağılına fikirləşdi. Və dostu Çərkəzgilə gəldi və dostu gecəni keçmişdi deyənə. Və itlər hürməyə başladılar. Bu zaman Çərkəz əlində tüfəng, özü də tətikdə durub ki, kimsə gələrdə bilməm, itlər hürşürlər. Və dostu Çərkəz əlində tətiklə durmuşdu. Və soruşdu ki, ay adam, kimsən? Soruşdu. Burada Şamxal cavab vermir və evə tərəf yaxınlaşır, itlər də təbii ki, hürməyə başlayır. Və Şamxal eşitdi ki, oradan çaxmağın səsi gəldi. Tüfəngi çaxmağın səsi gəldi. Qorxdu ki, birdən atəş açdılar. Ona görə cavab verdi ki, dedi, nə səs küy salmışsan, mənəm də. Nə səs küy salmışsan, mənəm dedi. Yəni, Şamxalda gələn, onu demək istəyir. Və bunlar Çərkəzin evinə gəldi. Yadda saxlayaq, Çərkəz Cahandar ağanın evində olan məsələni bilirdi. Çünki kənd yerində olanlarımız varsa, kənddə bir dənə çıqqı oldu, hamı bilir. Biz belə deyirik də, doğrudan deyilədir. Yəni, balaca kəndlərdə, xüsusilə qədimi kəndlərdə biraz hamıya qohumdur. Bir şey olan kimi hamı xəbər tutur ki, yəni nə oldu? Yəni belə. Burada da əslində Çərkəz bilirdi, amma yadda saxlayan. Çərkəz dostu, Şamxalın dostu. Şamxalın üzünə vurmadı ki, ev üzdən olub. Yəni bunu bildirmədi buna. Və bundan sonra Şamxal gecəni yata bilmədi. Bütün kənd yatsa da, amma Şamxal yata bilmədi. Və Şamxal fikirləşdi ki, mən neyinim bundan sonra? Çünki atasının üzünə qayıtmışdı. Və bundan sonra neyiniyim mən? Bundan sonra əvvəlcə fikirləşdi ki, bir dəfəli kəndi tərk eləsin. Və onda deyir, neyniyəcəm? Sonra ağlına gəldi ki, ən yaxşısı dedim, kəndin kənarında bir dənə yerdə daxma tikərəm, kənd qızlarından da birini götürüb gələrəm. Buna baxın, sözə baxın. Kənd qızlarından da birini götürüb gələrəm, qoyaram evə. Elə bir ki, əşya zaddır. O dövrə əhatə edir də, yəni belə deyək. Və götürüb gələrəm, deyir evə, kənd qızlarından da birini götürüb gələrəm evə. Bunun fikri bu olur. Deməli, Şamxalın fikri budur. Və görək uşaqlar, bu mələk hardan idi? Əslində bu mələk, yəni evli bir qadın idi. Özü Kür çayının uzaq bir kəndlərindən, aşağı hissəsindən, uzaq bir kəndlərindən idi. Və bunun da həyat yoldaşının adı Allahyar idi. Yəni həyat yoldaşı da var bu qadının, mələyin də. Həyat yoldaşı da var. Və bu Allahyar. Eşitdi ki, yəni arvadı yoxa çıxıb da belə deyək. Yəni həyat yoldaşı yoxa çıxıb. Və bu xəbəri eşidən yarım saat sonra özü atı hazırladı ki, mələyin əmsinin olduğu kəndə getsin. Çünki mələyin valideyni yox idi deyənə, əmsigildən, yəni belə deyək, valideyn qismində əmsigil idi. Əmsigilin evinə getmək istəyirdi ki, görüm əmsigilə gedib. Bəlkə biz belə deyirik də, qız bəlkə çıxıb əmsigilə gedib. Yəni biz belə deyirik də. Yəni inciyib, küsüb bəlkə əmsigilə gedib. Və Allahyar özü fikirləşdi ki, əmsigilə, mələyin əmsigilə kəndə gedəndə əmsigilə xəbər göndərərəm. Əgər qız küsüb inciyib gedibsə, onda deyir, minnət eləməyəcəm. Yəni, qoy özündən küssün, yəni ardıqca getməyəcəm. Əgər əmsigilə getməyibsə, bax, problem bunda idi. Bunda idi ki, birdən əmsigilə getməyə bilər bu qız. Baxın, deməli, bunların ailələrində də Allahyarla mələk arasında bir o qədər də alətçilik deyilik də, münasibətlər bir o qədər xoş deyildi. Və Allahyar istəsə də, istəmirdi ki, arvadının yoxa çıxması bir kəndə yayılsın, bir əraziyə yayılsın. Amma istəməsə də artıq bütün kəndə yayılmışdı. Bəli, bütün kəndə yayılmışdı ki, yəni bu mələk yoxa çıxıb, belə deyək. Və burada Şamxal neynir? Bizdə artıq burada birinci hissəni az qalıb bitiririk. Burada Şamxal neynir? Şamxal özü atasına da dönmür, axıra qədər atasının evinə gəlmir, onu yadda saxlayaq, atasının evinə gəlmir və gedir özü kəndin kənarında bir yerdə özü daxma tikir. Kənd zamanlarda ona kömək edir, kəndin zamanlarda.
buna kömək edir ev tikməyə və Güləsər adlı bir qızı qaçırdır. Götür gəl evdən. Və bunu atası eşidir. Atası Candar ağa eşidir, çox pis olur. Özü də birini qaçırtmışdı. Bax, burada bunun mənfi tərəfindən bunu bayaqlar dedik. Amma oğluna münasibətdə pis olur. 3 gün, 3 gecə üzü aşağı yatır. Ağzı qoylu deyirik də biz danışıq da. Üzü aşağı yatır Candar ağa. Çox pis təsir edir Candar ağa yapır. Və evdəki arvadlar da qorxurdular ki, bu kişinin əlindən bir xəta çıxar. Bir kişinin əlindən xəta çıxar. Və Candar ağa da fikirləşirdi ki, bundan sonra necə olacaq görəsən. Və Şamxalı unutmaq üçün balaca oğlu Əşrəfi yadına saldı. Əşrəf də həmin vaxtı danışdığımız vaxt Qur müəllimlər seminariyasında oxuyurdu. Orada oxuyurdu. Və bu yadına saldı Əşrəf. Dedi, görəsən Əşrəf bu saat neyinir? Yəni Qur müəllimlər seminariyasında neyinir? Ağlına gəldi ki, dedi ki, görəsən Əşrəf də məni belə tərk eləyər, bu xəbəri eşitsə, o da mı məni tərk eləyəcək? Sonra ağlına gəldi ki, Əşrəf ağıllı baladır. Əşrəf ağıllı baladır. Şamxalın tayı deyil. Ağlına belə gəldi və bizdə əsərimizdə birinci hissə bununla bitir. Burada bir-iki məsələni də sizə əlavə olaraq deyim ki, yəni məsələləri bilin, aydınlaşdıraq. Burada yadda saxlayaq ki, Allahyar namərd obrazdır. Bunu xüsusi yadda saxlayaq. Yəni kiminsə üzünə qarşı, və yaxud belə deyək də, arvadın qaçırtmışdı Candar ağa, onun üzünə qarşı heç nə eləyə bilmir. Ancaq arxadan müəyyən iş görə bilir. Namərd adam idi, onu yadda saxlayaq. Bəs görəsən Şamxal necə obraz idi? Şamxal atasının yolun davam etdirən obrazdır. Onu yadda saxlayaq. Yəni atasına bənzəyir. Düz, atası ilə sona qədər danışmır. Yəni əsər bitənə qədər atası ilə barışmır. Atasından heç nə tələb eləmir. Atası ağa idi, mülkədar idi. Heç nə istəmir atasından. Amma atasının yolunu davam etdirən şəxs məhz Şamxal idi. Onu da yadda saxlayaq. Və burada bir məsələni də mütləq deyim uşaqlar, onu da yadda saxlayın. Burada Molla Sadıq obrazı da var. Molla Sadıq, belə deyək, mənfi tərəflər var, yeniliyə qarşı çıxan obrazdır. Və burada hətta, belə deyək də, Molla Sadıq obrazı Candar ağadan heç xoşu gəlmirdi. Uşaqlıqda düzü bir yerdə bölmüşdülər. Amma bir kənddə bölmüşdülər, amma heç xoşu gəlmirdi. Molla Sadığın Candar ağadan. Ona görə burada Molla Sadıq, qısa şəkildə bunu deyəcəm, Molla Sadıq burada Cahandar ağanın bacısı, Şahnigarı. Cahandar ağanın arvadının adı Zərnigardır, bacısının adı Şahnigar idi. Şahnigarı anladırlar. Güya bir, belə deyək də, Molla Sadıq, bir irfan məclisidir. Dini güya məclis adı altında anladırlar. Amma sən demə, eş işrət məclisi olur da, belə bir məclis təşkil edirlər. Və Cahandar ağaya da deyirlər ki, sən özün başqasından qeyrət tələb edirsən, namus tələb edirsən. Amma sənin bacın gör, bacın burada anladırlar əslində. Yəni, bacı belə bir xarakterə malik deyildi, Şahnigar. Və Şahnigar da elə bilir ki, o irfan məclisidir, yəni dini bir məclisdir. Və orada artıq elə gedir. Cahandar ağada, bunu bizim filmimizdə də, yəni bu məsələlər var, fragment var, əsərimizdə də yəni bu məsələlər var. Və burada təhriki ilə, Cahandar ağanın təhriki ilə Şahnigar özün kül çaynatır. Yəni Şahnigar özünün. Bu da yəni bizim Cahandar ağanın mənfi xüsusiyyətlərindən biri idi. Gəldik əsərin ikinci hissəsinə. Əsərin ikinci hissəsi daha qısa verilir bizdə. Burada da bəzi məsələlər deyəcəm ki, tam şəkildə başa düşə bilərsiniz təhlilin əsərin. Əsərin ikinci hissəsi hadisələrdə biraz əvvələ gedir. Çünki birinci hissədə biz öyrəndik ki, Cahandar ağanın oğlu Əşrəf Qori müəllimlər seminariyasında oxuyur, amma burada necə oxumağını bizə verir. Baxın, ikinci hissə başlayır ki, Göytəpə kəndinin ucqarında, yəni yuxarı tərəfində 3 otaqlı bir bina var idi. 3 otaqlı bir bina var idi. Və həmin binaya el arasında Zayeş deyərdilər. Zayeş. Yəni, tərif olunmuş formasıdır sözün. Əslində o söz rus dilində Zayeji dom deməkdir. Yəni, keçid evi. Həmin yolu, həmin o binanı, 3 otaqlı binanı. Qocalar deyir ki, yəni əvvəllər, çox-çox əvvəl olur. Qocalar deyir ki, burada bir il ərzində yol çəkiblər və yol çəkən adamlar özlərinin qalması üçün 3 otaqlı bir dənə bina evi tikiblər də, bina tikiblər belə deyək, ev tikiblər.
kəndin ən ucqar hissəsində. Bir il müddətində yolu çəkib hazır eləyəndən sonra, bu adamlar çıxıb gedir. Adamlar çıxır gedir, ev qalır sahibsiz. Ev qalır sahibsiz də orada kənd adamı yaşamırdı. Ev qalır sahibsiz. Və 2 il bundan öncə 24-25 yaşlarında ora bir dənə oğlan gəlmişdi. Həmin o bina evinə. Zayeji Doma. Əslində Zayeji Dom uşaqlar sözün mənası, yəni belə deyək, Rus dilində qısa şəkildə deyək, yolçuların, səyyahların yoldan keçərkən gecələdikləri bir yer, məkandır da belə deyək. Yəni çöldə, bayırda olmasın, orada bir tikiblər ki, orada gecələsinlər, səyyahlar, yolçular və s. Və həmin o gələn oğlanın adı Əhməd idi. Əhməd, əvvəlcə cəmaat buna yoğuşmadı. Yəni isinişmədi cəmaat, kitab cümləsindən deyək. Çünki bu Əhməd, əvvəl elə bildilər ki, bu Əhməd poçta aparır, poçta məktub aparır, gətirir. Ona görə Əhmədin adına Poçt Əhməd dedilər. Əhmədin adına Poçt Əhməd dedilər. Sonradan bu Poçt Əhməd gördülər ki, şapka taxır, post işi ilə məşğul olmur. Buna dedilər Rus Əhməd. Çünki şapka yəni Ruslardan gəlir. Buna dedilər, deməli, Rus Əhməd. Və dedilər ki, bununla nə işimiz var? Xaçpərəstlə bizim, xaçpərəstlə bizim nə işimiz ola bilər? Və heç kəs buna isinişmədi. Amma müəyyən bir müddət keçəndən sonra hamı buna isinişməyə başladı. Bu Əhmədə. Çünki Əhməd eyvanda oturardı, həmin o Zayejin eyvanında oturub kitab oxuyardı. Və arada bir uşaqları başına yığıb məzəli söhbətlər aparardı. Uzaq diyarlardan, şəhərlərdən, meşələrdən, çaylardan danışardı. Bunlara danışardı. Məzəli söhbətlər eləyərdi. Və bu söhbətlərin içərisində, gələn uşaqların içərisində də Cahandar ağanın balaca oğlu Əşrəf var idi. Yəni bizim uşaqlar Əşrəfin indi necə Qoru müəllimlər seminariyasını getməyi bizə danışır. Yəni elə bilin ki, birinci hissədə artıq oxuyurdu, indi bizə əvvələ qaytarıb bizə. Əşrəf necə Qoru müəllimlər seminariyasına gedib onu deyir bizə. Hadisələri birləşdirəcək müəllif burada. Və bu Əşrəf günlərin bir günü, bizə kitabımıza qısa veriblər, günlərin bir günü Əhmədin yanına gəlir və anası da buna böyük bir bağlama göndərmişdi. İçində, deməli, bildirsin idi, içində çörək idi, zat belə. Bunlar göndərmişdi və bu da götürür, Əşrəf də götürür, gəlir Əhmədə verir bunları, bağlamanı. Əhməd deyir ki, bu nədir? Bu da deyir ki, anam göndərib bağlamadır, deyir. Anam deyir ki, adam qərbə kömək eləyər, yardım eləyər, hörmət eləyər kitab cümləsindən. Adam qərbə hörmət eləyər, yəni hörmət eləmək lazımdır. Və burada kitabları görmüşdük. Əhməd kitabları görür. Bundan Əhmədin kitablarını görür Əşrəf. Əşrəf Əhmədə deyir ki, o kitabların hamısını oxumusan, bundan soruşur. Əhməd də deyir ki, hamısını oxumuşam, səni də öyrədəcəyəm. Sən rusca oxumağı və yazmağı biləcəksən, buna deyir. Əşrəf də sevinir. Əşrəf də deyir ki, mənim bir-iki dostum var, yoldaşım var. Onları da öyrədərsənmi? Təbii ki, Əhməd də demişdi ki, niyə də yox deyir. Onları da deyir, çağırarsan. Hətta 3 otağı idi axı. Otaqların biri sinif eləyərik, özümüzün öz məktəbimiz olar demişdi. Və yadda saxlayaq, Əşrəfi öyrədən Əhməd olur, yəni oxumağı, yazmağı. Və Qoru müəllimlər seminariyasına göndərən də məhz Əhməd olur. Təbii ki, atasının Cahandar ağanın icazəsi ilə. Deməli, bunun rolu olur bax. Bunu yadda saxlayaq. Burada Əşrəf, yadda saxlayın, yeniliyi təmsil edən müasir gəncliyin nümayəndəsidir. Əşrəf obrazı. Və göstərirlər ki, və qaydırıq, uşaqlar, bu hadisələri danışandan sonra biz qaydırıq əsərimizi qaldığımız yerdən. Bunlar əvvələ qayıdış idi. Və göstərirlər ki, kəndə bir fayton gəlir. Gecə vaxtıdır fayton gəlir. Həmin bu Göytəpə kəndinə. Bir fayton gəlir. Gecə vaxtıdır fayton gəlir. Həmin bu Göytəpə kəndinə. Bir fayton gəlir. Faytonun içərisində bir müsafirdir. Müsafir birisi qonaq deməkdir. Bir müsafirdir və bir də faytonçudur. Faytonçu üzün çevirir, müsafirə deyir ki, adınızı da cənab, adınızı da bilmirəm. Yəni söhbət eləmək istəyir. O da deyir ki, adım Aleksey Osipoviçdir. Aleksey Osipoviç özünü təqdim edir. Gəlin mən bir şey deyim, Aleksey Osipoviç Çerniyevski. Bunun tarixdə də yəni keçirir uşaqlar. Həm Azərbaycan ədəbiyyatında, həm Azərbaycan tarixində böyük rol olmuş şəxslərdən biridir. Xüsusilə Qoru müəllimlər seminariyasında
bizim neçə görkəmli ədiblərimizin yetişməsində böyük bir rol olub. Yadda saxlayaq, əsərimizdə Əhmədlə Çerniyevski, Aleksey Osipoviç Çerniyevski, bunlar maarifçiliyi təmsil edir, elmi təmsil edən obrazlardır, maarifçiliyi təmsil edir. Təhlillərini də burada deyirəm. Və bu yerdə Aleksey Osipoviç gəlir və Aleksey Osipoviçlə həmin o faytoncu gəlir, gecə olduğu üçün təbii ki, o Zayecə gəlir. Əhmədin qaldığı yerə, Zayecə gəlir. Əhmədin qaldığı yerə. Qapını döyürlər, Əhməd bunları qəbul edir. Təbii ki, qonaqdır da, gecə gələn qonaqdır. Əhməd bunları qəbul edir və bunlar biraz rahatlanandan sonra Aleksey Osipoviç Çerniyevski görür ki, bu evin bir otağında yarımkürələr xəritəsi, qlobuslar, kitab, dəftər və əlifba kitabı da var idi. Belə təəccüb qalır ki, kəndin bu yerində bu qlobusdur, yarımkürələr xəritəsidir, dəftər kitabı, əlifba kitabı nə gəzir? Və Əhməddən soruşur ki, baxın, Əhməd həmin vaxtı samavara evdən aparırdı ki, samavarı belə deyək, bunlar üçün çay qoysun. Və Əhməddən soruşur ki, siz müəllimsiniz, bundan soruşur. Görək Əhməd nə cavab verir, yadda saxlayın. Əhməd bəli deyir. Bunu unutmayaq uşaqlar. Əhməd deyir ki, bəli, amma sonra ardiyizən nə deyir? Ardiyizən deyir ki, əslində deyir, mən işsizəm. Yəni, mənim işim gücüm yoxdur, belə deyək, öz cümləmizdən. Mən işsizəm. Bu yerə də deyir, Bakıya, Yerevana, yəni Yerevan dediyi, indiki İrəvan, belə deyək, İrəvan. Əvvəlki İrəvan, yəni bizim qədimi torpaqlarımızdan biri. İrəvan. Orada Yerevan yazıb, deməli, Bakıya, Yerevana, Gəncəyə deyir, poçt faytonları və dilicanlar buradan gəlib keçirdi, əvvəllər. Yəni, bu ərazidən keçirdi, deyir. Və mən də deyir, darıxmamağı üçün, Əhməd deyir, mən də darıxmamağı üçün uşaqları başıma yığmışam, uşaqlara yazı pozu öyrədirəm. Aleksey Osipoviç deyir ki, siz nə qədər deyir, gözəl iş gördüyünüzü deyir, yəni xeyirxah iş gördüyünüzü bilirsinizmi? Əhməd də deyir ki, burada nə var ki? Yəni, burada nə olan bir şey var ki? Və bu davamı olaraq deyir ki, adınız nədir? Bundan soruşur. Bu da deyir ki, adım Əhməddir. Əhməd özünü təqdim edir. Deyir, adım Əhməddir. Əvvəllər mənə Poçt Əhməd deyərdilər. Sonradan deyir, Rus Əhməd deyirlər. İndi isə mənə deyirlər, Uçitel Əhməd, yəni müəllim Əhməd deyirlər. Əslində, Aleksey Osipoviçə də bu məsələləri deyirlər. İndi də bizim kitabda yoxdur məsələlər. Yəni, burada üç şey sayır və başlayır burada Aleksey Osipoviç gülməyə. Çünki buna da vaxtı ilə belə şey deyiblər. Aleksey Osipoviçə də bu sözləri deyiblər. Aleksey Osipoviç buna deyir ki, mən Qur müəllimlər seminariyasından gəlmişəm. Orada biz təzə şöbə açırıq. Təzə şöbə açırıq. İndi burada saxlayacağım, biraz əvvələ qayıdacağım. Əslində, yolda faytonda gələndə bizə veriblər bunu. Faytonda gələndə Aleksey Osipoviç kəndə çata-çatda yolda fikirləşirdi ki, baxır, deyirdi, bizə, yəni belə deyək də, fikrin bizə veriblər. 4 il bundan öncə, Qur müəllimlər seminariyasında oranın direktoru Dimitri Semyonov bir dənə pedaqoji iclas keçirdir. İclasda qərar verilir ki, bəs bir dənə müsəlman şöbəsi açaq. Qur müəllimlər seminariyasında, müsəlmanların oxuması üçün. Orada qəti bunun əleyhinə olanlar çıxır. Və həmin axşamı Dimitri Semyonov çağırır Aleksey Osipoviçi yanına, deyir ki, bunu. Deyir ki, bizə deyir, həm də çara yerli məmurlar lazımdır. Çara hakimlər. Yerli məmurlar lazımdır. Bunun üçün müsəlman şöbəsi açılmalıdır. Və bizə də uşaqlar lazımdır. Yəni, müsəlman uşaqları lazımdır. Bunun üçün fədakarlıq lazımdır. Bizə fədakarlıq lazımdır. İlk illər çətin olacaq. Sən qorxma, mən sənə arxayınam. Bunu deyir Dimitri Semyonov Aleksey Osipoviçə deyir. Aleksey Osipoviç də buna söz verir ki, kənd bəkənd olsa da mən gəzəcəm və uşaqları tapacağam. Uşaq tapacağım da, yəni müsəlman şöbəsinə. Sən müsəlman şöbəsini aç. Bunu demişdi. Və məhz yadda saxlayaq, Aleksey Osipoviçin də Göytəpə kəndinə gəlmə səbəblərindən biri də bu idi. İkinci əsas səbəbi bu idi ki, çünki ona görə Göytəpə kəndinə gəlmişdi ki, bu kənddən həmin o məktəbdə Qor müəllimlər seminariyasında oxuyan əşrəf var idi. Bir nəfər var idi də, indi bəlkə bir nəfər də gələ bilərdi, 2 nəfər də gələ bilərdi, ona görə gəlmişdi.
Və burada Əhməd qayıdır buna deyir ki, qayıdaq əsərin həmin hissəsinə, Əhməd buna qayıdır deyir ki, Aleksey Ospoviçə, deyir ki, siz Çerniyevskirsiniz, Aleksey Ospoviç Çerniyevskirsiniz, buna deyir. Yəni, Aleksey Ospoviçsən, buna soruşur. Bu da deyir ki, bəli, mənim adımı hardan bilirsən? Aleksey Ospoviç deyir, Çerniyevski. Deyir, mənim adımı hardan bilirsən? Bu da cavab verir ki, Əşrəfin məktublarından. Yəni, Əşrəf deyir, mənə deyir, sizdən xəbər gətirib. Həmişə deyir, sizdən məktubunda yazırdı, deyir. Mənə o deyir, xəbər verir. Onu mən oxutmuşam. Əhməd deyir, onu mən oxutmuşam. İndi deyir, sizin məktəbin tələbəsidir. Aleksey Ospoviç də buna cavab olaraq deyir ki, mən onu yaxşı tanıyıram, Əşrəfi yaxşı tanıyıram. O, ən yaxşı şagirdlərimizdən, ən yaxşı oxuyan şagirdlərimizdəndir, deyir. Və deyir, sən bizə kömək eləyə biləcəksən. Yəni, Əhmədə deyir ki, sən uşaq seçməkdə bizə kömək eləyə biləcəksən. Və həmin vaxtı yatmağa hazırlaşan, məsələdə göstərir, bizə təbii ki, o hissələri biraz kiçildiblər. Həmin vaxtı yatmağa hazırlaşan Cahandar ağanın eşidir ki, ot tayalarına od vurulub. Od tayalarına od vurulub. Və ona görə tez çırağı, işığı çırağı, evdə çırağı söndürür, tüfəngi əlinə alır, pəncərədən çıxır ki, bu vaxtı qapını pusurlar. Kimsə pusquda durur ki, qapıdan çıxanı vursun. Və itlərin səsi gələn tərəfə bir neçə atəş açır. Atəş açır və itlər həmin o gələn qaraltını, yəni od tayasına od vuran qaraltını qovub Kür çayının sahilə tərəf indirir. Və atəş səsi, bir neçə atəş səsindən sonra, cavab atəşindən sonra atəş səsi kəsilir. Və burada tapdığı göstərirlər. Tapdıq gəlir. Tapdıq gəlir, ağa soruşur ki, Cahandar ağa, nə oldu? Nə oldu, deyir. Bu da cavab olaraq deyir ki, heç nə deyir. Biz, deyir, həmin o adamın arxasıcan düşəcəkdik, deyir, onun qarşısını kəsəcəkdik. Amma özün suya atdı. Özün atdı suya. Cahandar ağa fikirləşdi ki, bu görəsən mənə tez-tez sataşan adam kim ola bilər? Birdən ağlına düşdü ki, heç mən mələyin əvvəlki yoldaşı deyək də, Allah-yar haqqında fikirləşməmişəm. O, elə odur deyir. Ağlına gəlir ki, bu işi törədən elə ola bilər. Odur deyir. Və bu zaman tapdıq ağasına deyir ki, ağa deyir, atdığın güllə deyir, boşa çıxmayıb. Deyir, nədən bildin? Bu da cavab olaraq ona deyir ki, yum başlıq var. Yum başlığı göstərir ki, qana bulaşıb. Yum başlığı göstərir, qana bulaşıb ki, yəni bu qandadır. Və həmin o yum başlığı da Cahandar ağa götürür, gəlir, mələyə göstərir. Mələk həmin o yum başlığı görən kimi qışqırır, deyir ki, onundur. Yəni Allah yarındır, əvvəlki həyat yoldaşı Allah yarındır, deyir. Və bundan sonra, belə deyək, dişlərin möhkəm şəkildə çıxır Cahandar ağa. Ki, buna sataşıblar da Cahandar ağaya. Və Cahandar ağa burada artıq, belə deyək də, bir növ səbirləşir. Və səhər açılır, səhər açılanda göstərirlər ki, kəndin mərkəzindədir, yəni ortasında, iri bir tut ağacıdır. Tut ağacının kölgəsində mələkə yığışıb. Uşaqlar, mələkə nə deməkdir? Mələkə sözünün mənası kütülə deməkdir. Adamlar, kənd adamları yığışıb. Aleksey Ospoviçlə bizim əsərimizi yavaş-yavaş bitirirəm, amma biraz da əlavə bir neçə cümlədə deyəcəm ki, əsər haqqında tam məlumatınız olsun, təhlilə bağlı. Və Aleksey Ospoviçlə Əhməd gəlirlər həmin o mələkənin yanına, yəni kütülənin yanına. Bir-bir salamlaşır Aleksey Ospoviç, görür ki, Cahandar ağa oradadır. Və Cahandar ağaya yaxınlaşır, deyir ki, siz Əşrəfin atasısınız, bundan soruşur. Bu da deyir ki, bəli, deyir. Uşaq necədir? Cahandar ağa deyir, uşaq necədir? Keyfi sazdırmı, deyir uşağım, vəziyyəti sazdırmı? Çerniyevski buna deyir ki, uşaq təkdir, dostları üçün darıxır. Dostları üçün darıxır, deyir. Və deyir, bizim məktəbdə Əşrəfdən başqa bu kənddən, yəni Göytəpədən oxuyan başqa uşaq yoxdur. Biz buna görə gəlmişik. Çerniyevski Cahandar ağaya deyir, biz buna görə gəlmişik ki, deyir, sən bizə kömək eləyəsən, uşaqları seçib nə eləyək? Uşaqları seçib buradan aparaq, oxumağa aparaq. Və burada böyük bir sükut oldu. Yəni sükut çökdü. Və Cahandar ağa da
nə cavab verəcəyini bilmədi. Bizdə uşaqlar kitabda bu hissəyə qədər bitib, amma bir neçə cümlə də mən sizə danışacağım və bitiririk. Və tələsməyək. Burada deməli, mən sizə ardın danışmalıyam ki, təhlildə verilir, bizdə tam başa düşə biləsiniz. Və burada Aleksey Çerniyevskidən Əhməd istəyirdi ki, kənddən uşaqları seçib ayırsınlar, aparsınlar və Əşrəf kimi belə savadlı, oxuyan şagirdlər yetişdirsinlər. Amma burada Molla Sadıq, yadda saxlayaq, Molla Sadıq narazılıq eləyir. Molla Sadığın mənfi tərəfi bax bu tərəfi idi ki, elmə, yeniliyə qarşı çıxırdı. Hətta oradakı mələkə, cəmaata deyir ki, bunlar deyir, aparıb deyir, uşaqlarımızı deyir, Quran da öyrətməyəcəklər. Aparın dinin dəyişəcəklər bunların. Təsəvvür edin, az qala, həmin orada cəmaat mələkə, Molla Sadığın başçılığı ilə Əhmədlə Çerniyevskini az qala öldürəcəkdilər. Az qala öldürəcəkdilər. Çerniyevskini, Əhmədlə Çerniyevskini az qala öldürəcəkdilər. Amma kimi icazə vermir? Cahandar ağa. Yadda saxlayın, bax, Cahandar ağanın müsbət tərəflərindən də biri budur. Nədir? Əhmədlə Çerniyevskini, Əhmədlə Çerniyevskini Qaragüruhdan, Qaragüruh sözün mənasını sizə demişəm, yəni savadsız kütlədən, yönləndirilən kütlədən, yəni necə gəldi olan kütlədən, başsız bir kütlədən, Qaragüruhdan qoruyur. Bax, bu bunun müsbət tərəflərindən biridir. Onu yadda saxlayaq. Cahandar ağa müsbət tərəflərindən biridir və orada tüfənglə ateş açır ki, yəni heç kəs toxuna bilməz. Və yadda saxlayın, bir neçə nəfəri də seçirlər və göndərirlər, həmin o Qori müəllimlər seminariyasında oxumağa göndərirlər. Bundan sonraki hadisələr diqqət edin. Baxın, bayaq dedi ki, Allah yar namərd adam idi. Allah yar burada Cahandar ağanın qızını qaçırdır. Özü yox, pulla adam tutur, qızını qaçırdır. Namərd adamdır. Hətta öldürtmək də istəyir. Amma burada belə deyək, öldürə bilmir, çünki belə deyək, niyə öldürə bilmir? Allah yar. Səbəbi o olur ki, həmin o qızı qaçırdır, Allah yar, salatını qaçırdır. Bir nəfərin evinə qoyur, Həsən ağanın evinə qoyur. Həsən ağa da Cahandar ağanın tanışı olur. O da gətirir qızı, təsəvvür edin, qızı gətirir atasına verir. Bax, burada bir mənfi tərəfində deyək, Cahandar ağa öz qızı qaçdığına görə öz qızını öldürmək istəyir, təsəvvür ediyorsunuz. Bu da bunun mənfi tərəfidir. Öz qızını öldürmək istəyir, amma bacısının, yəni belə ruhi gözün qarşısına gəlir. Deyir, məni bədbaxt elədin, deyir. Qızı deyir, bədbaxt eləmə, onun günahı yoxdur. Və ona görə qızını öldürmür. Bax, bu da bunun mənfi tərəfində dedik. Sonradan, baxın, Allah yar yenidən neyinir? Allah yar bunun belə bir mənfi bir iş görür. Baxın, bunun atı olur adı Qəmər. Atının adı, Cahandar ağanın atının adı olur Qəmər. Qəmərin yalın qırxır. Yəni, saçın. Yalın qırxır, quyruğun qırxır. Həmin dövrdə də yadda saxlayaq. Həmin dövrdə də ümumiyyətlə atı yalın qırxmaq, quyruğun qırxmaq namusdan sayılırdı. Yəni namussuzluq sayılırdı. Ona görə Cahandar ağaya çox pis təsir edir. Bu da Allah yarın namərdliyini göstərir. Və burada bir məsələni də ayrıca deyəcəm, buna diqqət edin. Burada əsərdə çar məmurları ilə, bizə kitabda da təhlildə yazılıb deyə mən deməliyəm bunu. Çar məmurları ilə Pristav kimdir? Pristav çar məmurlarının nümayəndəsidir, tipik nümayəndəsidir. Pristav bir gün kəndə gəlir ki, bunlar lazım daha təhlildə bizə düşür. Pristav kəndə gəlir ki və kənd cəmaatını yığır, deyir ki, bax, oradakı kəndin ərazisində olan meşələr bundan sonra çarın tabiçiliyinə keçir. Çarın qoruq yeridir. Kənd cəmaatından 2 nəfər etiraz edir. Bunu yadda saxlayın. Birincisi Molla Sadıqdır. Ona görə yadda saxlayaq, Molla Sadıq bütün din xadimlərini, mənfi din xadimlərini əhatə eləmir. Ümləşmiş obrazı deyil. Düzdür, təhsilə qarşı çıxandır. Yeniliyə qarşı çıxan adamdır. Amma milli birlik hissindən uzaq deyil. Bunu cümlə kimi yadda saxlayın. Təsəvvür edin. Pristav gəlir, deyir ki, bu meşə bundan sonra kimin ərazisi olacaq? Çarın ərazisi olacaq. Birinci etiraz edən kim olur? Molla Sadıq olur.
İkinci etiraz edən kim olur? Cahandar ağa olur. Yadda saxlayaq. Cahandar ağanın burada müsbət xüsusiyyətlərindən biri o idi ki, özü ağa olsa da kəndin, belə deyək, o hüquqlarını qorumağa çalışır. Yəni mərd adamdır, əyilməz adamdır, sözün deyə bilən adamdır və burada bir müsbət tərəfində deyim, bizdə burada əsərdə geniş verilməyib, kitabımızda, orta məktəbdə. Qonaqpərvər adamdır həm də. Bu da bunun bir müsbət tərəfini dedik. Və gəldik sona doğru, yadda saxlayaq ki, burada Pristav Əhməddən şübhələnmişdi. Əslində Əhməd çox savadlı adam idi. Vaxtı ilə Çar hökumətinə qarşı çıxan inqilabda iştirak edən adam idi ki, özü gəlib qaçıb gizlənmişdi əslində. Savadlı bir adam idi. Gəlib özü gizlənmişdi və Pristav bunu bilirdi. Və Cahandar ağa neynir? Cahandar ağa fikirləşir ki, gedib Allahyarı öldürəcək. Təsəvvür edin, Cahandar ağa necə mərd, necə igid, necə əyilməz bir adamdır. Cahandar ağa gedir, kimi ilə qarşılaşır, Cahandar ağa Allahyarla qarşılaşır və yadda saxlayaq, da bunu geniş danışmayacağım. Burada Cahandar ağa Allahyarı öldürür, yadda saxlayaq. Cahandar ağa Allahyarı öldürür və bunu geriyə qayıdır. Və bundan sonra yadda saxlayaq, Pristava Allahyarın ölümü ilə bağlı xəbər göndərən məhz Molla Sadıq olur. Və Pristav gəlir, əvvəlcə Əhmədi tutur, həbs edir. Ondan sonra Cahandar ağanın evinə kazakları göndərir, yəni əskərləri göndərir. Cahandar ağa əyilməz obrazdır. Yəni, belə deyək, milli kimliyi göstərən, milli xarakteri göstərən obrazdır Cahandar ağa, onu unutmamışaqlar. Milli xarakteri təcəssüm etdirən, dolğun göstərən obraz olur. Bu da bunun bir müsbət xüsusiyyətdir. Cahandar ağa təslim olmur kazaklara. Cahandar ağa digər bir at olur, o Qəmər adlı atını öldürmüşdü. Digər atı minir və qaçmağa başlayır. Və bunlar qaçır, kazaklar bunu yaralayırlar və Cahandar ağa əsərin sonunda özün atır Kür çayına və Cahandar ağa burada ölür.